On behalf of the entire Biz çattık. Tiflis'te birinci günümüzden herkese salam. Biz dünənləri saat 2'ye qalmış falan havalimanına çatdıq. Sonra taksimizi gözlədik. Taksimizi gözləyəndən sonra otele gəldik. Otelləşlər yatmışdılar. Onları oyatdıq. Ondan sonra yerləşdik. Şimdi gedirik birinci yol üstü yemək yeməyə. Səhər yeməyimizi oteldə elədik. Açıq bufet formasındaydı. İndi isə gedirik şəhərin mərkəzinə. Yol üstü yemək yeri tapsaq yemək yeyəcəyik. Belə. Biz gəldiyində Tiflisin əsas yerlərindən biri kanatla Narikalla qalası, Gürcü ana heykəlinin yanına qalxmağa. Amma qəşəng bir növbə var gördüyünüz üzrə. Mən eşidirsiniz umuyorum. Salam. Bəli dostlar, biz indi Tiflis'in Rayk Parkı'ndayıq. Arxamda gördüğünüz ise Bridge of Peace'dir, yəni sülh körpüsüdür. Orada qəzetə şəklini çəkib qoyan fotoğraf olmalıdır. İndi gedirik onu axtarmağa. Bütün ölkələrdə demək olar var və heç vaxt çəkdirə bilmirəm. Tuta bilmirəm onları. Bəlkə indi tutaram deyə bir ümidlə gedirəm. Belə. Some gates never get to open 'cause it's too late. I could be the one who saves you from this place. Baby, they ain't never gonna find me, find me, find me. We could run away, we don't gotta stay. I can feel that it burns inside me. Take away the pain, we can go insane. I can feel that it burns inside me. We could run away, we don't gotta stay. I can feel that it burns inside me. Take away the pain, we can go insane. Deməli dostlar, biz getdik sülh köprüsünə. Orada dediyim fotoğraf yox idi. Biraz üzüldüm, amma sonra nə yapaq dedim, hər yerdə onsuz da görənmirəm. Amma gəldik Əyri Saatın yanına, Opera və Balet Teatrının yanında bir Əyri Saat dedim, yəni
Deməli, burada əlavə edeyim. Əyri saat dediyim Leaning Tower, Clock Tower olaraq adlanır. O, buranın Gabriadze tərəfindən tikilmiş kukla teatrına əlavə olunmuş bir bina tikili sayılır. Bu tikilinin məqsədi isə urbanizasiyanın, yəni soulless urbanization, ruhsuz urbanizasiyaya qarşı tikilmiş bir tikili sayılır. Yəni daha rəngarəng mozaikalardan, fərqli dizaynlardan istifadə edilərək tikilmiş bir binadır, güllədir. Bu hissəni, danışdığım hissəsini qoymaq yadımdan çıxıb videoya. Bəli dostlar, biz hal-hazırda Azadlıq meydanındayıq. Belə. Bu arxamda gördüyünüz ağac həyat ağacı adlanır və həyatı, yaşamı, təbiəti simvolizə eləyir. Bunun əvvəl göstərdiyim divar isə Berlin divarıdır, hansı ki Almaniya tərəfindən Gürcüstana hədiyyə olaraq Berlin divarı qalığı verilib. Biz kanata yenə minənmədik. Çünki bu səfərki səbəbimiz kəşfimizin olmaması idi. Yəni nəqd pulumuzun olmaması idi. Biz ancaq hər yerdə kartla ödəyirik, amma nəqd pulumuz olmalıymış şey üçün, kanat üçün. Amma yox idi. Biz indi oturmuşuq, nereye deyə düşündük. Gedirik Meteki qalasına. Bəli, bugün biz Katamaran'dayıq. Hər kəsə salam və biz nəhayət ki kanata gəlmişik, girmişik, binib çıxırıq yuxarı. Və biz hal-hazırda Gürcü anaya, Mother of Georgia tərəfə gedirik. Deməli, onun bir əlində xəncər, bir əlində isə belə deyək də kasa var. Bu düşmənsinizsə qılıncım, dostsunuzsa yeməyim, süfrəm, dostluq pərvərim, vətənpərvərliyim, belə deyək, qonaqpərvərliyim sizə açıqdır deməkdir.
I always try to leave a little part of me off somewhere deep inside you. But the ones that I've been breaking off lately just seem so far from my truth. I watched your eyes both part in tears like they were Moses, and your Savior standing off on distant shores, wondering if I had ever really noticed the man I was before. Deməli biz kanatdan yuxarını gördükdən sonra, Tiflisindən görməli yerli mənzərəni gördükdən sonra orada şəkil falan çəkdirdik. Kimlə kek yedim, hansı ki bütün Avropa ölkələrində yemək istədiyim amma fürsət tapıb yeyə bilmədiyim, Tiflisdə yediyim o şirniyyatı yedik və bəyəndim, dadlıydı. Mən normalda onu hər kəs dondurma və şokoladla yeyir. Mən amma dondurma çox sevmirəm şirniyyatların içində. Ona görə də meyvəli şokoladlı yedim. Ondan sonra isə əslində normalda həmin yerdən belə deyək də yuxarı kanatla çıxılan yerdə pilləkənlə şəhərə qayıtmaq mümkündür. Sadəcə Narikala qalası hal-hazırda restavrasiyada olduğu üçün həmin hissə də bağlı idi və biz pilləkənlə düşə bilmədik. Ona görə yenidən kanatla qayıtdıq. Biraz həmin Rayk parkda, ətrafdakı parkda gəzdikdən sonra gəldik, oturduq. İndi ürəyimiz çay istəyir. Bir Azərbaycanlı olaraq biz çay içməliyik. Gəldik, oturduq çayla şirniyyat yeyək. Yol üstü girdiyimiz bir yerdir. Adı Meduzadır. Görək necə bir yerdir. Mən sizə göstərəcəm yediklərimizi, şirniyyatı və axırda rəylərimi bildirəcəm. Tiflisdə son günümüzdən hər kəsə salamlar. Deməli, bugün biz son günümüzdür. Bir yerimiz qalıb gedib görmədiyimiz, oraya gedəcəyik. Bugün daha sakit, rahat bir günümüz olacaq. Gedəcəyik, burada 30 dəqiqəlik məsafədə olan Gürcüstan Xronologiyası adlı bir yer var, abidə var, tikili var, onu görəcəyik. Ondan sonra isə ya mola gedəcəyik, ya da şəhər içi gəzib, otelə qayıdıb, hazırlıq görüb yola çıxacağıq. Belə. Biz yenə gəlmişik, oturmuşuq Tbilisi İstanbul kafesində. Ürəyimiz mənəmən istədiyi üçün, pomidor yumurta istədiyi üçün gəlmişik onu yeməyə. Belə. Bura bizim doğma yerimiz, restoranımız oldu. Forgot my real name. Biz Gürcüstanın xronologiyasındayıq. Bura nədir? Bura ümumiyyətlə Gürcüstanın salnaməsi adlanır, tarixi salnaməsidir və burada daşlar üzərində göstər kameralara daşlar üzərində Gürcüstanın tarixi əhəmiyyətli hadisələri əks olunub və Tiflisdən, belə deyək də, şəhərin mərkəzindən yarım saat uzaqlıqda yerləşir. Yollar biraz çətin ola bilər, amma taksilər sizi bura gətirəcək. Biz də gəldik bura, buranı görürük və buranın aşağı hissəsində süni hazırlanmış Tiflis dənizi var, su anbarıdır. Birazdan onu da görəcəyik və çəkib sizə göstərəcəm. Belə gördüyünüz üzrə çox qəşəng və çox maraqlı bir yerdir.
Gürcüstan səyahətimizin sonuna gəldik. Hal-hazırda hava limanındayıq. Uçuşumuzu gözləyirik. Uçuşumuz gec olacaq. Ümumiyyətlə Gürcüstan Tiflisə heç dəfə gəlmirdim. Uşaq vaxtda gəlmişdim, 8 il əvvəl falan. O vaxtki təəssüratlarımla indiki təəssüratlarım eyni oldumu? O vaxtki beynimlə Tiflisi çox sevirdim, çox bəyənirdim. İndiki beynimlə, yəni ortalama bir şəhər deyil deyə düşünürəm. Çox böyük ehtimalla o vaxt sadəcə ilk getdiyim fərqli ölkə olduğu üçün, amma indi bir çox Avropa ölkəsində olduğum üçün, müqayisə apara bildiyim üçün artıq o dərəcədə wow bir şəhər olduğunu düşünmürəm. Amma təbii ki, maraqlı təbiəti, gözəl yerləri, qədimliyini qoruyan bir şəhərdir Tiflis. Paytaxt şəhər olmasına baxmayaraq, müasirləşməni çox da, belə deyək, abartmırlar, şişirtmədən müasirləşirlər. Hər şeyləri, yəni istər taksi qiymətləri, istər digər nüanslar, hər biri çox bəyəndim, çox qəşəng idi. Digər tərəfdən isə normalda Bakı ilə Tiflisi oxşadırlar. Mənə görə, məsələn, belə bir şey ifadə edə bilərəm. Bakı ilə Paris də oxşuyur, Bakı ilə Tiflis də oxşuyur, amma Paris ilə Tiflis oxşamır. Bu biraz danışmağa davam edə bilərəm. Yəni belə bir qəribə müqayisə apara bilərəm, amma yenə də təbii ki, Tiflis sevdiyim şəhərlər arasındadır, Gürcüstan sevdiyim ölkələr arasındadır. Və mənim Gürcüstan vloqum bura qədər idi. Ümid edirəm vloqumu bəyəndiniz. Mənimlə Gürcüstanı görüb əyləndiniz. Əgər hər hansı bir sualınız gəzməklə bağlı, bura necə gəlməklə bağlı və s. və ilaxırla bağlı nə sualınız varsa kommentlərdə mənə yaza bilərsiniz. Əgər videomu bəyəndinizsə, bəyənməyi, yorum yazmağı və kanalıma abunə deyilsinizsə abunə olmağı unutmayın. Gələn videolarda görüşmək üzrə. Bay bay.